6. Üzü və qəlbi nurlandırır. 7. Ruzunu cəlb edir. 8. O zikr edən şəxsin heybətini, cazibəsini artırar. İnsanlarda ona qarşı Allah Teala hörmət qoyar. Görən insan onu sevər. La ilahe illallah. 9. O məhəbbəti miras qoyar. İnsanlar onu sevər. Yəni bu İslamın ruhudur. Dinin mərkəzidir və saadətin və qurtuluşun sirridir. Allah sevgisini miras qoyar insanda. 10. O Allah'ı daimi görmüş kimi ibadət etməyə səbəb olan muraqabə deyirlər. Nə deməkdir muraqabə? Yəni ibadət edərkən Allah Teala onu görmüş kimi ibadət edir. Sanki Allah'ı görür, amma onu Allah'ı görmür, Allah onu görür. Bu ehsan dərəcəsi, ən yüksək dərəcə. Nə ilə çatılır buna? Zikirlə.